صل على محمد وآل محمد اللهم صل على. Hər birinizi salamlayırıq. Fars dilindən 20-ci dərsdə hər birinizi xoş gördük. Qalmışdıq mükalimə dərsində. İlk növbədə baxırıq lüğətə. Dorost, düz, doğru. Baxın, dərsət var, dorost var. İkisi də eyni cürə yazılır. Bəs biz hardan biləcəyik ki, burada dorostdur, yoxsa dərsətdir? Ərəblər qərinə deyirlər, yəni cümlənin məna etibarına diqqət edəsək, biləcəyik ki, burada da daha dorostdur, yoxsa dərsətdir. Cavab dad, cavab verdi. Sər cay xod, öz yerində yad gerefteid, öyrənmişsiniz, yad gerefteim, öyrənmişik. Başlayırıq mövzumuza. Amuzqar, yəni müəllim. Fərhad, çif zir miz است, çanta stolun altındadır. Fərhad, nə xeyir, çif zir miz نیست. Xeyir, çanta stolun altında deyil, ruy miz است. Stolun, yəni masanın üzərindədir. Amuzqar, pəs kitabat kocast. Bəs kitabın haradadır? Fərhad, kitabəm tuye kifəm است. Kitabım çantamın içindədir. Amuzqar, Sima, Fərhad be sualhay mən dorost cavab dad. Sima, Fərhad mənim suallarıma düzgün cavab verdi. Sima, bəli, Fərhad be sualhay şoma dorost cavab dad. Bəli, Fərhad sizin suallarınıza düzgün cavab verdi. Amuzqar, bəccəha, hala şoma koca neşəstəid. İndi siz harada əyləşmisiniz? Şagirdan, hala ma sər cay xod neşəstəyim. İndi biz öz yerimizdə əyləşmişik. Amuzqar, bəccəha, uşaqlar, dərsetan ra yad gerefteid, dərsinizi öyrənmisiniz? Baxın, dərsetan, yəni şoma dərsetan, ma dərseman. Şagirdan, bəli, ma dərseman ra yad gerefteim. Bəli, dərsimizi öyrənmişik. Bunları, yəni dərsetan, dərseman, bunları yadda yaxşı saxlayarsınız. Suallara həm müsbət, həm də mənfi cavab verin. Fərhad nu amuz است. Fərhad yeni şagirddir. Nu, yəqin ki, Novruz bayramını hamı bilir. Orada da new ruzdur, yəni yeni gün. New yeni deməkdir. Fərhad yeni şagirddir. Kif Fəridə ruy miz است. Fəridənin çantası masanın üzərindədir. Bunları da yazacaqsınız. Həm müsbət, həm mənfi cavab verəcəksiniz. Cümlələri fars dilinə tərcümə edin. Kitab stolun üstündədir, yəni üzərindədir. Yazacaqsınız bunu da. Kitab ruy miz است. Nöqtələrin yerinə lazım, yəni tək bunu yox, bütün ikini yazacaqsınız. Biri də, ikini də. Nöqtələrin yerinə lazımı sözlər yazın. Medad və qələm kif mən است, yəni mənim çantamdadır, yəni çantamın içindədir. Deməli olacaq medad və qələm tuye kif mən است. Və digərlərini də düzəldəcəksiniz, yenə də o birlərdə olduğu kimi göndərəcəksiniz müəllim və ya müəllimənizə. Dər şəkil çə mibinid, şəkildə nə görürsünüz? Baxın, mibinim, mibinəm, mibini, mibinid fərqlidir. Mibinid, yəni siz mənasında, yəni siz nə görürsünüz? Şəklə baxıb suallara cavab verin. Şəfəq kocast, şəfəq haradadır? O çemi konəd, o nə edir? Ərusək kocast, gəlincik, yəni oyuncaq haradadır? Top kocast, top haradadır? Top çərəng است, top nə rəngdir?
Kitabha kocast, kitablar haradadır? Bura baxaraq bir-bir bunlara cavab yazacaqsınız. Şəfəq otaq ra caru mikonəd. Şəfəq otağı süpürür. Elçin dar ra baz mikonəd. Elçin qapını açır. Şəkillərə də yaxşı-yaxşı baxın. Keçəcəyik ki, bizə burada bir tapşırıq verəcək. Elçin və Şəfəq به شکل‌های کتاب تماشا می‌کنند. Elçin və Şəfəq kitabın şəkillərinə tamaşa edirlər. Şəkillərə baxıb bu suallara düzgün cavab verin. Aya Şəfəq dərra baz می‌کند? Şəfəq qapını açırmı? Bayaq gördüyümüz kimi o qapı açmırdı, süpürürdü. Onu yəni düzgün yazacağıq, deyəcək ki, nə xeyr? Bəs Şəfəq qapını açır. Şəfəq yeri süpürür. Aya Elçin otaq ra caru mikonəd? Aya Elçin otağı süpürür, yəni süpürürmü? Bunları inşallah ki biz yazacağıq və onu da müəllimimiz və yaxud da müəlliməmizə göndərəcəyik. Dər kelas, yəni sinifdə. Baxırıq lüğətə. Emruz, yəni bugün. Begu bebinəm, de görüm. Nəyamədə است, gəlməmişdir. Bimar, yəni xəstə. Pay təxtə, baxın paytaxt deyil bu. Pay təxtə, yəni taxtaya, taxtanın, yəni lövhənin qabağına. Benevis, yaz. Neveştə است, yəni yazmışdır. Dər kelas, sinifdə. Amuzgar, bəccəha, səlam. Uşaqlar, salam. Həmeci, hamısı, səlam. Mi istadənd, ayağa qalxaraq salam verirlər uşaqlar. Amuzgar, benəşinid, əyləşin. Mehin, emruz növbətçi to həsti. Mehin, bugün növbətçi sənsən. Mehin, bəli, emruz növbətçi mən həstəm. Bugün növbətçi mənəm. Amuzgar, pəs bequ bebinəm. Bəs de görüm, tamam şagirdan hazırənd. Bütün şagirdlər hazırdılar. Mehin, Əkbər emruz nəyamədə است. Əkbər bugün gəlməmişdir. O bimar است. O xəstədir. Amuzgar, Mehin, tu برو پای تخته و بنویس. Sən get lövhəyə, yəni lövhənin qarşısına və benevis və yaz. Emruz یک şagird qayib است. Bugün bir şagird qayibdir, yəni gəlməyibdir. Amuzgar, bəccəha, uşaqlar, Mehin cümlə ra درست نوشته است. Mehin cümləni düzgün yazmışdır. Həməci, hamı, bəli, o doros neveşdə است. O düzgün yazmışdır. Baxırıq çalışmalara. Aşağıdakı sözlərə cəm şəkilçisi artırın. Kif, qələm, bunlar təkdədirlər. Bunu cəmə çevirəcəyik. Cümlələrin tərcüməsini deyim. Dəftərha kocast, dəftərlər haradadır? Dəftərha ruye miz است. Dəftərlər masanın üzərindədir. Misal, digərlərini də siz müəllim və ya müəllimənizə tərcümə eləyəcəksiniz. Nəzd mən, mənim yanımda kimi tərcümə olunsa da hərfi tərcümə, amma məna etibarı ilə məndə kimi tərcümə olunacaq. Nəzd to səndə, nəzd o onda, nəzd ma bizdə, nəzd şoma sizdə, nəzd anha onlarda. Məsələn, nəzd amuzgar müəllimdə. Və bu cür nəzd pezeşk həkimdə, nəzd mərd kişidə. Bu cür gedəcək, bunu yadınızda saxlayarsınız. Cümlələri farsçaya tərcümə eləyin. Sənin kitabın məndədir. Kitab to nəzd mən است. Dar park heyvanat. Gələn dərsimizdə inşallah ki, bu haqda olacaq və çalışma 3-ü də yazıb müəllim və ya müəllimənizə göndərəcəksiniz. Elhamdülillahi Rabbil aləmin.